9 iyun milli dövlətçiliyimizin, xalqımızın, ölkəmizin qurtuluşa gedən yolun başlanğıc günüdür. Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın dahi şəxsiyyət Heydər Əliyevə üst tutması təsadüfi deyildi. Çünki ölkədəki hərcməcliyin, itaətsizliyin, anarxiyanın və hərbi xəyanətin qarşısını yalnız o böyük şəxsiyyət ala bilərdi. O zaman vəziyyəti düzgün qiymətləndirən xalqın qərarı Bakıya, ölkə rəhbərliyinə Ulu Öndər Heydər Əliyevin gəlməsi oldu. Bu məqsədlə Naxçıvana, Ulu Öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərildi və nəhayət o böyük qayıdış baş tutdu. Heydər Əliyev Azərbaycan xalqını, Azərbaycan dövlətini və Azərbaycan bayrağını məhv olmaqdan xilas etmək üçün bu yola çıxmışdı. O zaman təkcə Gəncədə yox, ölkənin hər yerində daxili sabitlik pozulmuş, qanunsuz silahlı quldur dəstələri meydan suluyurdu. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan surətçilərin və əlikramçıların at oynatdığı məkana çevrilmişdi. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin və xalqının qanına susamış bütün planların üstündən bir dəfəlik xətt çəkdi. 1993-cü ilin iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bugünə qədər davam edən uğurlu bir mərhələ başladı. Azərbaycan Respublikası müstəqil dövlətdir və təbii sərvətlərinin sahibidir və bu təbii sərvətlərin nə cürə, hansı yolda istifadə etməsini özü müstəqil təyin edir. Biz bugün böyük hadisənin şahidiyik. Kontraktın imzalanması Azərbaycan Respublikasının həyatında, onun iqtisadiyyatında və xüsusən neft sənayesində yeni bir mərhələ açır. Kontrakt 30 ilə bağlanır. Demək qarşımızda uzun müddətli bir yol var. Şübhə etmirəm ki, bizim əməkdaşlığımız müvəffəq olacaqdır. Müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaqdır. Bu kontrakt Azərbaycan xalqının bütünlüyünə, gələcəyinə böyük mənfəətlər verəcəkdir. Azərbaycan xalqının rifah halının yüksəlməsi üçün zəmin yaratır. Bugün bizi buraya toplayan Şirak neft yatağından alınan ilkin neftin bayramıdır. Denizin ortasında bir mucize yaranıktır. Bu bizim gelecek işlerimizin başlangıcıdır. Bizim bu görülen işler Asya ile Avrupa arasında yeni bir nakliyat hattının da yaranmasına tehdit çıkardıktır. Kadim İpek yolunun bərpa olunması meselesi reallaşıptır. Neft boru kemerleri, hem Asya, Avrupa, Asya koridoru bu ülkelerin iktisadiyatını birbirine daha da bağlayacak, bu ülkelerin alakalarını daha da mükemmellendirecek. Biz büyük, hoşbəxt geleceğin astanasında durmuşuz. Azerbaycan'ın devlet müstakilliği dönmezdir, ebedidir. Ve biz artık bu müstakilliğimizin güzel bəhrələrini görürük. Salam əskər!
biz qürur hissi ilə bu 5 ili yaşamışıq. Və əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti, qalib dövlət kimi əbədi yaşayacaq. Bu torpaqlarda əbədi Azərbaycan bayrağı dalğalanacaqdır. Mən bütün Azərbaycan xalqını bir daha şanlı zəfərimiz münasibəti ilə ürəklə təbrik edirəm. Azərbaycan xalqına can sağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır.